Peyğəmbər sallallahu aleyhi və səlləm kim ki deyir? Deyir, mənə ən sevimli olanınız və qiyamət günü məclis baxımından ən yaxın olanınız gözəl əxlaqlı olanınızdır. Qardaşım, Peyğəmbər sallallahu aleyhi və səlləm sevimli olmaq istəyirsən, onun məclisinə yaxın olmaq istəyirsən qiyamət günü, əxlaqını düzəlt, qurtardı, getdi. Necə başqa rivayətdə gəlir, deyir, mizan tərəzidə ən ağır gələn şeylərdən biri gözəl əxlaqdır. Ayşə anamız Peyğəmbər sallallahu aleyhi və səlləm vəsf edə necə deyir? Əxlaqı Quran idi. Soruşurlar, əxlaqı necə idi? Nə idi onun əxlaqı? Deyir, əxlaqı Quran idi. Nə deməkdir? Quranda olan bütün kamil ibadətlər, əxlaq, ədəb, ibadət baxımından hamısını gözəl, kamil edən kim idi? Allah Rəsulu. Əxlaqı Quran idi. Sən də Quran oxuyursansa, Quranın əxlaqını, əxlaqlan, ədəblan, əmrlər, qadağalar yerinə getir, qıssələr, ibrət al. Ənəs ibn Məlik deyir ki, Allah Rəsulu qədər gözəl əxlaqlı olan birisini görmədim. Özümüzü Peyğəmbər sallallahu aleyhi və səlləmə nisbət eləmişik. Muhammədi deyirik. Allah Rəsulu da həmçinin gözəl əxlaq sahibidir. Elə də olmaq lazımdır.